danışmışam onların A hamısını. klass deyirlər özləri. Bəli, bəli. Yəni elə göstərirlər ki, sanki bunlar çox zəngin həyat tərzi yaşayırlar. Hermes çantası var, misal üçün bilirsiniz, mən tez-tez toxunuram. Bu çantanın qiyməti 40-50 min dollardır. O çantanı bizim blogerlər mən 100% əminəm ki, onun orijinalını istifadə eləmirlər. Amma özlərini elə təqdim edirlər ki, güya onlar bundan istifadə edirlər və insanlarda səhv bir fikir yaranır və təbii ki, hamıda yox, həyatı başa düşən, təhsilli, savadlı insanlarda bu fikir yaranmır. Həyata yeni başlayan gənclərdə belə bir fikir yaranır ki, hansı ki, o da öz karyeralarını, öz işlərini o soyudur. Bu sizcə nədən irəli gəlir? Məsələn, mənim olmayan çantanı mən ya da ətrafımda elə bir çox şükür ki, psixologiyada bir də yoxdur. Düşünürəm, şübhəsiz ki, siz də elə deyilsiniz. Mən niyə axı bu məsələn mənim deyilsə, mən deyim ki, bu mənimdir, mənə bu orijinaldır, mənə bunu filan kəs verib. Bu yenə də istəyirəm ki, bunun psixoloji tərəflərinə toxunaq. Çünki bu psixologiyanın içindən gələn birisiz, demirəm elə olmusunuz, amma var da sferada da indi hər sektorun pisi də var, yaxşısı da var. Necə qiymətləndirirsiniz? Mənə elə gəlir ki, bu daxili boşluqdan yaranan bir şeydir. Və düşünürəm ki, bizim hamımızın içində daxili boşluq var və onu biz düzgün yollarla doldura bilərik. Məsəl üçün, mənə kimlərsə işimdə mütəxəssis biri olaraq görməyibsə nə vaxtsa və mənim daxilimdə belə bir boşluq varsa, mən istəyirəm ki, özümü insanlara elə təqdim edeyim ki, və öz üzərimdə işləyim ki, insanlar məni öz üzərimdə işləyən bir mütəxəssis olaraq tanısınlar. Yəni öz işimdə professional olan bir şəxs olaraq tanısınlar. Yoxsa qondarma, geydirmə məhsullarla yox. Yəni bu özünü ucuz satmağın ən aşağı yoludur da.